Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Yeni Yasamalda 308 nömrəli məktəbin yanındayıq. Burada qanunlu bir otaq, 3 otağa düzəlmə kupçalı bir mənzillə yaxından tanış olacağıq. Vaxt itirmədən keçək mənzilin təqdimatına. E, Bura yenidən qayıdacağam. İlk öncə giriş hissədən başlayaq. Bura giriş qapı hissəsidir. Əsas blokdan giriş qapı. Daxil olduq. Belə kiçik bir koridor hissəsi var. Solda qardırob mebeli yığılıb. Sağ hissədə mənzilin sanitar qovşağıdır. Lazım olan aksesuarlarla təmin olunub. Mənzil bir otaq olub, 3 otağa düzəlib. Necə düzəlib? Proyekti sizə izah edeyim. Burada ümumilikdə bir koridor olub, mətbəx hissi olub. Digər tərəfdə isə uzun bir qonaq otağı olub. Qonaq otağı ara kəsilərək 2 yataq otağı düzəlib. Mətbəx isə genişləndirilərək studiya şəklində qonaq otağı kimi düzəlib. Yəni mətbəxlə zal bir yerdə fikirləşilib və bu şəkildə təmir olunub. Qurulmuş mətbəx mebeli var. Döşəmə üzəri suni mərmərdir. Və mənzilin mətbəxindən qonaq otağına, eyvan hissəyə çıxış var. Onu sizlərə təqdim edəcəm. İlk öncə gəlin burada birinci yataq otağı ilə tanış olaq. Qeyd etdiyim kimi az öncə ümumilikdə uzun bir qonaq otağı olub. Arası kəsilərək ikinci işıqla burada bir uşaq yataq otağı düzəlib və kombisi də burada qurulu şəkildədir. Keçək isə eyvan hissəyə. Belə bir geniş eyvan hissəmiz var, dəyərli izləyicilərimiz. Çox genişdir. Gələcəkdə mətbəx hissəni burada gətirib qonaq otağını genişləndirə bilərsiniz. Yəni eyvan hissədir. Burada isə ikinci yataq otağı düzəlib. Baxın, buradadır. Ümumi məlumatı sizlərə qeyd edək. Gəlin, daxil olaq mənzilə. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Vital Klinikasının yaxınlığında, yəni ən çox tanınan yeri Vital Klinikası və 308 nömrəli məktəbdir. Burada 12 mərtəbəli binanın 8-ci mərtəbəsində 61 kvadrat ümumi sahəyə malik qanuni bir otağın 3 otağa düzəlmə kupçalı bir mənzili sizlərə təqdim elədik. Qiymət 149 min manatdır. Real alıcıya da endirim olunacaq. Buyurun, növbəti mənzildə görüşənədək.